Salam keçsə biz bugün sizinlə kimya 7-ci sinif 1.5 qeyri-metallar və onların xassələri allotropiya öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın, tapşırıqlarına baxacağıq. Nə deyir bir də? Velosipetin gövdəsini polad əvəzinə qrafitdən hazırlamaq onların fikrinizi əsaslandırır. Əgər polad əvəzinə qrafitdən hazırlasaq, bu zaman o insan ağırlığına dözməzdi. Məsələn 100 qram belə qoysaq, o həmin velosipetin gövdəsini qrafitdən hazırlanmış velosipetin üzərinə 100 qram belə qoysaq, o daşımayacaq. Çünki qrafit kövrək bir qeyri-metaldır, amma polad isə təbii ki də bərkdir, kövrək deyil, ona görə də insan ağırlığına dözür. 2. Metallar və qeyri-metalların xassələrini müqayisə edin. Oxşar və fərqli xassələri müəyyən edərək Euler-Venn diaqramı tərtib edin. Demək, metallarda məsələn plastiklik var, qeyri-metallarda isə plastiklik yoxdur. Qeyri-metallarda isə kövrəklik var, metallarda isə kövrəklik yoxdur. Məsələn, metallarda istidən genişlənmə və soyuqdan sıxılma var. Qeyri-metallarda isə bu yoxdur. Demək, oxşar və fərqli xassələrin dedik. Fərqlilərini dedik. Gəlin bir dənə də oxşar deyək. Bir də onu deyək ki, qeyri-metallar zəhərli olurlar. Məsələn, bəziləri zəhərlidir. Məsələn, fosfor. Fosfor zəhərlidir, amma metallarda zəhərli olan yoxdur. Keçə öyrəndiklərinizi yoxlayın. Uyğunluğu müəyyən edin. Element allotropik şəkil dəyişməsi. Element oksigen və karbon. Baxaq, oksigen təbii ki də azondur, O3. Karbonda isə almaz və qrafitdir. Digərinə baxaq. Adi şəraitdə qaz halında olan qeyri-metalları göstərin. Məsələn, burada verilib azot, karbon, natrium, xlor, brom. Azot qazandadır, karbon bərk haldadır. Karbon qaz desəydi o zaman qazdır. Onu götürərdik. Natrium qazanda deyil, xlor qazandadır, brom maye haldadır. Yeganə qeyri-metaldır ki, brom maye haldadır. Bir də öyrəndiklərinizi tətbiq edin 2-də. Oxşar demədik, yadımdan çıxdı. Oxşarı deyək. Karbonun allotropik şəkil dəyişməsi olan almaz elektrik keçirə bilmir, amma qrafit keçirə bilir. Metallarda da elektrik keçirmə xüsusiyyəti vardır, amma yəni də çox az keçirirlər. Qrafit elektrik cərəyanını keçirir. Bir dənə o. Deməli, cədvəl dəftərinizə köçürün və tamamlayın. Molekulunda atom sayı adi şəraitdə al rəngi i. Oksigen, ozon. Demək, molekulunda atom sayı oksigen 2, ozonda 3-dür. O2 və O3. Adi şəraitdə al hər ikisi də qazdır. Rəngi oksigen rəngsizdir, ozon isə açıq mavi rənglidir. İyi, oksigenin iyi yoxdur, ozonun isə xarakterik bir iyisi var. Yəni xarakterik kəskin qoxusu var. Deməli 4. Hansı allotropik şəkil dəyişmələr molekullardan təşkil olunur? Bu maddələrin molekulları neçə atomludur? Məsələn, molekullardan ağ fosfor 4 atomdan təşkil olunub, kristallı kükürt 8 atomdan təşkil olunmuşdur. Keçək digər sualımıza. Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Karandaşların hazırlanmasında demək ki, almaz, qrafit. Karandaşların hazırlanmasına istifadə olunur. Təbii ki, qrafit 3-ə gedəcək. Şəffaf rəngsiz maddədir. Almaza gedəcək 1-ə. Karbon allotropik şəkil dəyişməsidir. Hər ikisi ortağa gedəcək 2-yə. Elektrik cərəyanını keçirir. Və yaxud da dedik, qrafit elektrik cərəyanını keçirir. Yəni 3. Deməli, 1-ə getdi, şəffaf rəngsiz maddədir. Ortağa getdi, karbon allotropik şəkil dəyişməsidir. Sonra 3-ə getdi, elektrik cərəyanını keçirir. Bir də karandaşların hazırlanmasında istifadə olunur. 6. Şagird laboratoriyada kristallı kükürddən plastik kükürd aldı. Sonraki gün bu maddənin rənginin sarı olduğunu müşahidə etdi. Deməli, ilk öncə kristallı kükürdü, plastik kükürdü aldı.
sonraki gün sarı olduğunu, A-da deyir hansı maddə alınmışdır bunu səbəb. Hansı maddə alınır? Kristallı kükürt alınır və bunun səbəbi nədir? Deməli, plastik kükürt davamsızdır və zaman keçdikcə o kristallı kükürdə çevrilir. Kristallı kükürt də bildiyimiz kimi sarı rəngdədir. Ona görə biz kristallı kükürt dedik. Şagird onu yenidən plastik kükürdə necə çevirə bilər? Bəli, yenidən çevirə bilər. İlk öncə kristallı kükürdü əridib qaynadar. Sonra qonur rəngli plastik kükürdə çevrilir. Onu sonra isə soyuq suya tökdükdə də, məsələn, soyuq suya tökərək rezin kimi bir dartıla bilən bir maddə də ala bilər. Amma yəni kristallı kükürdü əridib qaynatdıqda qonur rəngli plastik kükürdə çevirmək olar. Sağ olun dostlar, hələlik kanalıma abunə olub like atmağı unutmayın.